Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə iyunun 13-də Bakıda və Abşeronda hava əsasən yağmursuz keçəcək. Mülayim şimal-qərb küləyi əsəcək. Temperatur gecə 20-22, gündüz 26-30 dərəcə isti, atmosfer təzyiqi isə 759 mm civə sütunu olacaq. Naxçıvanda da sabah yağıntı ehtimalı yoxdur. Temperatur 23-27 dərəcə isti olacaq. Sabah Azərbaycanın əksər rayonlarında yağıntı ehtimalı yoxdur, lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda qısa müddətli güclü yağış yağacaq, şimşək çaxacaq. Ayrı-ayrı yerlərdə dolu düşəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Temperatur gecə 18-23, gündüz 32-37, dağlarda gecə 10-15, gündüz 20-25 dərəcə isti olacaq. İstənilən hava şəraitində hər birinizə xoş əhval-ruhiyyə arzu edirik.